Belə bir məsələ var ki, vəsiyyətnamə nədir və vəsiyyətnamənin qanunvericidə yeri nədən ibarətdir? Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə müvafiq olaraq vəsiyyətnamə şəxsin əmlakı üzərində son iradi ifadəsidir. Yəni miras əmlakı üzərində onun iradi ifadəsidir. Bu iradi ifadəsi vəsiyyətnamə üzrə, yəni əmlakın vərəsələrdən birinə və ya hər hansı üçüncü bir şəxsə ötürülməsi yoludur. Şəxs bunu əsaslandırmalıdırmı? Vəsiyyətnamənin əsaslandırılmasına şəxs borclu deyildir və istənilən əsas gətirməklə və ümumiyyətlə əsas gətirməməklə öz əmlakını hər hansı vərəsəyə və ya üçüncü şəxsə miras qoya bilər. Lakin onun iradəsinin bir həddi mövcuddur ki, bu da məcburi pay anlayışıdır. Şəxs əmlakını hər hansı bir vərəsələrdən birinə və ya digər üçüncü şəxsə miras qoysa belə, məcburi pay hüququna malik olan şəxslər. Onlar onun atası, anası, övladları və əri və ya arvadıdır. Həmin şəxslər məcburi payı tələb edə bilər. Məcburi pay hüququ isə şəxsin mirasdan məhrum edilməmiş birinci dərəcəli vərəsələrinə aiddir. Əgər mirasdan məhrum etmənin əsasları mövcuddursa, həmin şəxslər məcburi pay hüququndan da eyni qaydada məcburi pay hüququndan da məhrum edilə bilərlər.